Bayram süfrələrinizin bəzəyinə çevriləcək rəngli, çox gözəl boğça salatı hazırlayacağıq. İlk öncə qaba 1 stəkan süd, 2 ədəd yumurta, duz, bitki yağı, ölçüləri alt qismdə qeyd edəcəm. Bunları yaxşı qarışdırıb üzərinə un əlavə edirik. Unu da əlavə etdikdən sonra sonda 1 stəkan qaynar su qarışdırırıq. Daha sonra isə qarışımı süzürəm və rəng əlavə edirəm, qida boyası. Birincikləri tavada bişirirəm. 2 ədəd rəng etdim mən. Bir yaşıl, bir də qırmızı. Siz istəsəniz başqa rənglərdən də istifadə edə bilərsiniz. Hətta rəngsiz də edə bilərsiniz. Ancaq görüntü üçün çox gözəl görsənir. Məncə Novruz bayramının süfrəsinə çox gözəl bir yaraşıq verəcək. Daha sonra isə içliyi hazırlayırıq. İçlik üçün toyuq əti, didilmiş kartof, yaşıl noxud, və mayonez. Duz da əlavə edib bunları yaxşı qarışdırırıq. İçliyə əlavə istədiyiniz kimi əlavə edə bilərsiniz. Qoz da əlavə etsəz bu içliyə çox gözəl yaraşır. Daha sonra bunları yetərincə qoyub və boğça formasında bükürük. Bükülməsi də çox rahat şəkildə baş verir. Bağlamaq üçünsə saçaq pendirdən istifadə etmişəm. Baxın, görün nə gözəl görüntü alınır. Həqiqətən də görüntü olaraq çox qəşəngdir. İndi isə digər rəngində bükürük. Bir rəngdə edə bilərsiniz, 2 rəngdə, 3 rəngdə. Bu sizin öz zövqünüzdən asılıdır. Məncə süfrələrimizə çox gözəl yaraşacaq. Əgər bu videolardan xəbərdar olmaq istəyirsinizsə, hər kəsdən xahişim kanala like atıb videonu bəyəndiysəz, like düyməsinə basmağı unutmayın. İnşallah ki, yeni videolarda görüşənədək bu Novruz hər birimizə düşərli gəlsin, süfrəmiz ruzi bərəkətli olsun. İnşallah ki, videonu bəyəndiniz. Kanala dəstək olmaq üçün kanalı paylaşmağı unutmayın.